Salam əziz dostlar. Sizə bir sirr verim. Amma mən bunu çoxdandan bilirəm. Məsələn 2005-ci, 2006-cı illərdən o vaxtdan işlədiyim müddətdən bu yana bilirəm. Bu sirr nədən ibarətdir? Tutalım ki, bu otaqda divarda elektrik ötürücüləri verilir. Rozetkalar. Bu divarda da var, bu divarlarda da var. Elektrik şitindən bir ədəd xətt giriş qidalanma verildi. Birinci rozetka. Çünki rozetka 1, 2, 3, 4, 5 belə davam edir. Adətən çox vaxtı çox ustalar belə eləyir. Birinciyə xətt gətirirlər və bir-birinə atlama verib sonuncuda saxlayırlar. Amma mən elə eləmirəm. Nə edirəm? Demək, şitdən birinciyə xətt gətirdim. Qidalanma xətti. Elektrik şitindən xətt gətirdim birinci rozetkaya. Sonra isə ikinci, üçüncü, dördüncü rozetkalar əlaqələri tavanla da təbii ki düz xətli. Çünki uğraşdırmada mebeldə heç vaxt deşəndə kabelə düşməsində. Yəni rozetkanı gördün, yəni düz xəttdə kabel var deməkdir. Sonuncudan yenə də mən şitə xətt aparım. Yəni bu iki tərəfli geri qayıdışlı sistemdir. Başqa rus dilində bunlar konsovoy sistem deyirlər. Deməli, birinciyə elektrik şitindən xətt panodan gəlir, qidalanma xətti, nol faza zemliyə. Sonra ikinciyə, üçüncüyə, dördüncüyə əlaqələr verilir. Sonuncudan yenə elektrik şitini aparır. Bu nə üçün önəmlidir? Çünki ola bilər ki, mebel quraşdırılan zaman təmir bitəndən sonra ola bilər ki, hansısa rozetkanı ləğv eləmək istədilər, yaxud da mebelin arxasında qaldı. Yəni yaddan çıxdı, yaxud da bilə-bilə özləri ləğv eləmək istədi. Bu zaman calaq eləmirsiniz. Elə də qala bilər. Niyə? Çünki bu rozetkaların sisteminə birincidən də elektrik şitindən xətt gəlir, sonuncudan da. Yəni iki tərəfdən də qidalanma var. Ortada hər hansısa bir rozetka işləməsə belə, yenə də ondan o birilər əksəriyyəti işləyəcək. Məsələn, 1, 2, 3, 4, 5 ədəd rozetka varsa, məsələn, tutalım ikinci rozetkanın üstünü örtüblər, yaxud da ləğv olunub, amma yenə də üçüncü, dördüncü, beşinci və birinci hamısı işləv vəziyyətdə qalacaq. Yaxud da istənilən bir yerdən hansısa bir rozetkanın ləğv olunsa, yaxud da qoşulmasa, qalan ətrafdakılar hamısı yenə də işləyəcək. Bu sistemə iki tərəfli geri dönüşlü sistem deyirlər. Elektrik şitindən birinciyə kabel gəlir, rozetkalardan bir-birinə əlaqə verilir və sonuncudan yenə də elektrik şitinə xətt gedir.